Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz El-Akidetul Vasitiyyə kitabını davam edirik. Müəllif rahmanullah bildirmişdi ki, Əhl-i usullarındandır ki, onlar Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrini sevirlər və onların tərtibatını gətirmiş, zikirləmişdik. Yəni birinci mühacirlərdir, sonra ansarlardır, sonra Bədr əhlidir, sonra ağac altında beyət edənlərdir. Bunlar tərtibatla bir-birlərindən bunlar nədir? Fəzilətli olublar. Və deyir ki, davam edərək deyir ki, Əhl-i iqrar edirlər möminlərin əmri Ali ibn Əbi Talibdən, ondan başqa bu ümmətdə, ondan başqası da nəql olunan bir təvatur bir məlumatı iqrar edirlər ki, bu ümmətin Peyğəmbər sallallahu əleyhi və səlləm sonra olan ən xeyirlisi, Peyğəmbərdən sonra ən xeyirlisi Əbu Bəkr olub, sonra Ömər olub radiyallahu anhuma. Üçüncü Osmanı gətiriblər, dördüncü Əlini gətiriblər. Necə ki, buna əsərlər dalalət edir. Necə ki, sahabələr Osmanı beyyətdə öndə getmişdilər. Baxmayaraq ki, bəzi əhl-i sünnə, onlar ixtilaf ediblər Osmanlı'da və Ali'də ki, hansı Əbu Bəkirdən, Ömərdən sonra hansı əfsəldir, daha əfsəldir və bəziləri Osmanı deyiblər, qövmündən bəzisi və bəzisi sufdur, bəzi dördüncü əlini gətiriblər, bəzisi isə əlini deyiblər, üçüncü olaraq Əbu Bəkir, Ömərdən sonra əfsəl olaraq və qövmün bəzisi isə deyiblər, tavaqqafı dayanıblar. Lakin Əhl-i və cəmaatın bu iş onlara görə Osmanı qabaqda gətirmək, İstiqrar əmru əhl-i sünnət alə təqdim Osman. Yəni istiqrar odur ki, qərar odur ki, Osman qabaqda gəlibdir. Sonrası Əli. Baxmayaraq ki, bu məsələ Osman və Əli məsələsi usul məsələlərindən deyil ki, bəzi görürsən ki, müxalif neyinir? Buna müxalif olan kəs Əhl-i sünnənin cümhuruna görə nədir? Leyset minel usulilleti yudallelul muhalifu fiha ində cumhur əhl-i sünnət. Yəni cumhur əhl-i sünnəyə görə kim ki buna müxalif olsa, biri desə ki, Əli qabaqdadır, Osmandan əfsəldir, biri desə yox, Osman Əlidən əfsəldir. Bu müxalif olan kəs zəlalət əhlindən sayılmır. Yəni. Lakin nə vaxtı həmin kəs zəlalət əhlindən sayıla bilir, deyilə bilir ona xilafət məsələsində. Yəni, hansı ki, onlar iman gətiriblər ki, Rasulullah s.ə.v-dən sonra, yəni sahabələr və Əhl-i Sünnə və cəmaat iman gətiriblər ki, Peyğəmbər s.ə.v-dən sonra ən əfsəl, daha doğrusu xəlifə olan Əbu Bəkirdir və Ömərdir. Sonra Osmandır, sonra Əlidir. Kim bunlardan birinin xəlifəliyinə tən edərsə də, o ev əhlinin, uzun qulağından da daha azğındır. Yəni, Lorun da desə, eşəkdən daha da azğındır. Yəni. Şeyx Zeyd Mədxəli rəhməhullah deyir ki, bu bəyan Əhl-i Sünnə və cəmaatın etiqadının bəyanıdır. Xulafə Rəşid, 4 xulafə Rəşiddə olan etiqadının bəyanıdır. Onlar fəzilətdə, tərtibatda gətiriliblər, həmçində xilafətdə, xəlifəlikdə də elə. Yəni, xəlifəlikdə, tərtibatda gəldikləri kimi fəzilətdə də elədilər. Bu, Peyğəmbər s.ə.v-dən sonra bu ümmətin ən əfsəli Əbu Bəkir Siddiq radiyallahu anh olubdur. O, Peyğəmbər s.ə.v onu təqdim edibdir hər bir şeydə. Hətta namazda belə Ayşə namazda deyir ki, atana deyən ki, cəmaata namaz qılırsın. Xəstə olduğu vaxtda deyir, əmr edərdi ki, Muru Əbə Bəkrin fəlyusalli bin nəs. Əmr edin ki, Əbu Bəkir insanlara namaz qıldırsın. Qadif deyirlər ki, ona ki, Əbu Bəkir rəculun əsif. İdə qamə məqamək lə yəsmə'un nəs. Ey minəl buka. Yəni, o qədər ağlayır ki, insanlar o ağlamağından eşitmirlər. Rasulullah s.ə.v deyir ki, İnnə kunnə səvahibu Yusufə. Muru Əbə Bəkrin fəlyusalli bin nəs. Həqiqətən deyir, siz qadınlara deyir bunu. Yusuf'un deyir, sahiblərisiniz, əmr edin. Əmr edin, Əbu Bəkirə ki, o cəmaata namaz qıldırsın. Əbu Bəkir də cəmaata namaz qıldırır
فما مات النبي صلى الله عليه وسلم النبي الكريم صلى الله عليه وسلم وانتقل إلى رفيق الأعلى جاء دور البيعة للخلافة لأبي بكر. Yani Peygamber sallallahu aleyhi ve sellem dünyasını o vaxt ki dəyişir, ən uca dostun yanına gedir və burada xəlifəliyə beyyətin dövrü gəlir. Əbu Bəkir üçün necə ki işarələr olmuşdu, dəlillər gələn dəlillərdə gəlmişdi, işarələr təqdim olunmuşdu ki, hansı ki Əbu Bəkir təqdim olunur demiş, qabaqda gətirildi. Fəqad cəət imra'atun ilə Nəbi sallallahu əleyhi və səlləm fəsarrathu fəəmaraha ən tə'tiyehu fīmə ba'd. Qalet lehu فَاِنْ لَمْ اَجِدْكَ. Bir gün Peygamber sallallahu aleyhi ve sellem bir kadın gelir. Dedi ki git gelersen sonra gelersen. Diyor ki gelsem seni tapmasam. Yani burada onun vefatına işaret edir. O da diyor ki beni tapmasan gel Ebu Bekir'in yanına. Peygamber sallallahu aleyhi ve sellem hadis Bukhari'dedir. Sahabeler. Peygamber sallallahu aleyhi ve sellem sahabelerin fezileti kitabında. لو كنت متخذا خليلا. Hadiste deyir ki Peygamber sallallahu aleyhi ve sellem deyir ki mən əgər dost götürəsə olsam Əbu Bəkir dost götürərdim. El-hadis. Əbu Bəkir radiyallahu anh fəziləti çoxdur olduqca elhamdülillah. وهذا من الأدلة على أن النبي صلى الله عليه وسلم نص على خلافة أبي بكر. Yani bu delillerdendir ki Peygamber sallallahu aleyhi ve sellem Əbu Bəkirin xilafəliyinə bunu nasıl olarak demiştir. İnsanlar da hamısı muhacirlərdən, ansarlardan ona beyət elədilər. O xəlifə oldu. Xəlifəlik isə insanların üzərində bir nemət oldu. Allah subhanahu teala onunla sünnəni diriltdi. Adilliklə qalxdı. Aqamə bihəl adil. Onunla adilliyi qaldırdı. O mənada ki qaldırdı bizim dildə yox. Yəni adillik yerinə düşdü. Hər şey adilliklə oldu. Batili ise Allah Teala onunla neynədi? Batili ise puç etdir. Və zəlikə bu nə idi? O nə məsələ idi? Həqiqətən Ərəb onlardan çoxu o zamanda, Əbu Bəkirin zamanında dinlərindən döndülər. Yəni kənə ləhu mövqifun ləm yəkun ləhədə. Əbu Bəkirin elə bir mövqi götürdü ki bu yerdə. Heç kim o mövqiyi götürə bilməmişdi. İnnellezine irteddu tavaif. Bir tayfaydı da, bir neçə tayfaydı onlar o dindən dönənlər. Bəziləri İslamdan çıxıb küfr elədilər, şəhadəti inkar elədilər. Bəziləri şəhadətdə qaldılar, namazda qaldılar, amma zəkada mane oldular. Əbu Bəkir də onlarla döyüş apardı. Hətta onlar haqq dinə qaydana kimi. Ömər də deyir ki, necə sən insanlarla döyüşsən ki, Rasulullah sallallahu aleyhi ve sellem demişdi ki, mən əmr olunur ki insanlarla döyüşməyə nə vaxta kimi onlar la ilahe illallah deyənə kimi. Kim onu deyərsə artıq məndən malını və nəfsini qorumuş olar yalnız haqqı ilə. Yəni haqqı ilə, yəni insan dinini dəyişərsə öldürülür, din edərsə ölüm. Yəni haqqı ilə olan ölümdür. Yəni bu. Onun hesabı isə Allahadır. Fəqalə Əbu Bəkir. Əbu Bəkir deyir ki, Allaha and olsun ki kim ki namazla zəkatın arasını ayırırsa da döyüşərəm onlarla. Yəni kim fərq qoyursa da bunlar arasında. Zəkat malın haqqıdır. Vallahi ləv mənəuni iqalən. Yəni bir kəndirə belə mane olsalar belə, hansı ki Rasulullah sallallahu aleyhi ve sellem verirdilər onu, onlarla o mane olduqlarına görə döyüşərəm. Ömər ibn Xattab deyir ki radiyallahu anh, Allah'ın olsun ki مَا هُوَ إِلَّا أَنْ رَأَيْتُ اللّٰهَ عَزَّ وَجَلَّ قَدْ شَرَحَ صَدْرَ أَبِي بَكْرِ لِلْقِتَالِ. Yani gördüm ki Allah Teala Ebu Bekir'in köksünü döyüş üçün nedir? Asıftır. فَعَرَفْتُ أَنَّهُ الْحَقِّ. Onda bildiğim ki o hak üzerindedir. فَلَمْ يَخْتَرِفْ بَعْدَ ذَلِكَ عَلَيْهِ أَحَدٍ. Ondan sonra hiç kim ona muhalif olmadı yani şeyde. فَاسْتَعَانُوا بِاللّٰهِ وَقَاتَلُ اُولَٰئِكَ الْمُرْتَدِّينَ. Ebu Bekir Allah'tan kömək, Allah'a sığınarak, Allah'tan kömək istəyərək neynədilər? Bu mürtədlərlə döyüş apardılar. Hətta qələbə haqq və sünnət üçün oldu. Mürtəd azğın əhlinin hiləsi isə batil oldu. وَالْمُبْتَدِعِينَ بَعْدَ
أن أبلى أصحاب النبي صلى الله عليه وسلم بلاء حسنا ليقضي الله أمرا كان مفعولا ثم جاء بعد أبو بكر Ömer. Demək, bunlar Allah Subhanahu taala deyir ki, liyaqdiyallahu əmran kana məf'ula. Allah Taala baş verəcək bir şeyin olmasını, o əmrin bir şey olmasının hökmünü nədir verdi. Sonra ondan sonra Ömer gəlir, El-Faruq. Faruq bilirsən ki, Fatma Batil hayrandır yəni. فكانت الولاية والخلافة على خير ما يرام. Yəni onun xəlifəliyi də xeyir üzərində oldu. Elhamdülillah. Fiha iqametul hudud. Həddlər tətbiq olundu, fəthlər olundu, adillik yayıldı. Yəni o qədər xeyirlər oldu ki, yəni ki, sayılmaz bir xeyirlər oldu və uzun bir müddət. Sonra Osman gəldi, ondan sonra təbii ki, buradakı Osman gələndə burada məşvərə ilə gəldi. Müşavirət oldu, sahabələrdən fəzilətli sahabələr seçildi onlar arasında və Osman Əli radiyallahu anhudan xəlifəlikdə qabaqda gətirildi və həmçində fəzilətdə də elədi. Sonra bundan sonra isə bu müşavirədən sonra Osman təqdim olundu. Əli radiyallahu anhunun da köksündə, sinəsində heç bir sıxıntı olmadığına görə insanlar çox xoşbəxt yaşadılar, əminlikdə yaşadılar, çox geniş bolluqda yaşadılar Osmanın dövründə radiyallahu anhunun. Hətta şəhərdə çağırardılar ki, insanları çağırardılar ki, gəlin deyir, ruzunuzu götürün. Gəlin ruzunuzu götürün. Yeməkdən halal olan hər bir bal tutmuş, yağdan tutmuş, Beytulmalda hər şey var ya da gəlin götürün. Subhanallah. Yəni o qədər xeyir və bərəkət olubdu ya həmin vaxtda. Onlar öz yaşayışlarında geniş, əmin yaşayırdılar. Hətta xavariclər gələnə kimi. İbn Səbənin başçılığı altında xavariclər gəlir. Allah Subhanahu taala nə haqqıdırsa onunla onları cəzalandırsın. Və fitnə baş verdi, Osman qətl olundu. Sonra fitnə düz bidət əhli, azğın əhli, bu xavariclərdən, yer üzündə fəsad törədən xavariclər, azğın bidət əhlinin səbəbi ilə fitnələr uzandı. Fitnələr uzandı və Əli radiyallahu anhunun Muaviyə arasında xilaf baş verdi, ixtilaf düşdü, yəni bizim desək, hasil oldu. Kim ki وَمَنْ مَعَهُ حَصَلَتْ أُمُورٌ كُلُّهَا عَلَى اجْتِهَادٍ مِنْهُمْ. Yəni onlar arasında ixtilaf baş verəndə bəziləri Əli ilə bir yerdə oldular, bəziləri Muaviyə ilə, Allah hamısına razı olsun. Onlardan bu ictihadla baş vermişdi bu şeylər. Yəni o xəta edənlər, haqqa isabət edənlərin 2 əcri var idi, xəta edənlərin isə 1 əcri var idi, onlar əff olunmuşdur. Bu Əhl-i-Sünnə və Cəmaətin etiqadıdır. Xavariclərə müxalif olaraq, hansılar ki, onlar Əli radiyallahu anhunu təkfir eləmişdilər və onunla bir yerdə olanları da بخلاف الرافضة الذين لا يرون لمعاوية قدرا. Rafizlərə də müxalif olaraq, hansı ki, Rafizlər Muaviyə radiyallahu anhun heç bir fəzilətini, qədrini görmürlər. Əksinə deyirlər ki, əksinə onlar Əbu Bəkirin Ömərin fəzilətini görmürlər. Nə Əbu Bəkirin Ömərin, nə də Osmanın, nə də ki, Rasulullah s.ə.v-in sahabələrinin. Yəni onların heç birinin qədrini görmürlər, yəni qiymətləndirmirlər. Dəyərsiz sayırlar, söyürlər, təkfir edirlər. Bəli, ətəbəruhum, əksinə sahabələrə deyirlər ki, onlar dindən dönüblər, onlar günah və düşmənçilik üzərində neyiflər, köməkləşiblər. Bax, bunlar rafizlərdir. Bunlar rafizlərdir. Onlar Allahın adından yalan danışıblar, Rasulullah s.ə.v adından yalan danışıblar. وَكَذَبُوا عَلَى الْمُقَلِّدِينَ لَهُمْ فَإِنَّ أَصْحَابَ النَّبِيِّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ كُلُّهُمْ خِيَارٌ. Və özlərini təqlid edənləri adını alladıblar. Kim ki, rafizləri təqlid edir, onları da alladıblar. Həqiqətən Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələr hamısı xeyir üzərində olublar, hamısı xeyirli insanlar olublar. Əli radiyallahu anh xəlifə olur, sonra baş verən bilir, məlumdur, tarixdə də bu. Burada qəsd olan odur ki, Ət-Taifətə Nəciyyət-i Mənsura, onlar iman edirlər ki,
bu 4 xəlifənin xəlifəliyinə və onların tərtibatının haqq olmasına hansı tərtibdə? Əbu Bəkir, Ömər, Osman və Ali. Bu tərtibdə olmağına buna iman edirlər və həmçində bu tərtibdə fəziləti də necə xəlifəlikdə tərtibdə olublar, fəzilətdə də bunlar belədirlər. Birinci Əbu Bəkirdir, sonra Ömərdir, sonra Osman, sonra Əlidir. Allah hamısından razı olsun. Və likulli vahidin xasaisun və məzaya. Demək, hər birinin özünə xüsusiyyəti var idi, xas olan şey var idi, üstünlüyü var idi. Bəzi dəlillərdə bu gəlmişdir. Əbu Bəkir Allah Teala ayə nazil edir ki, və ləsəvfə yarda. Allah Subhanahu Teala Əbu Bəkirin razı qalacağını bildirir. Ömər Faruqda necə ki, Quran-ı Sünnədə gələn hədislərdə odur ki, o hər şey bir şey iqtira elədikdə, fikir irəli sürdükdə gəlib ayə nazil olurdu bu barədə. Vəhiy nazil olurdu vaxt hədis gəldi. Osman Peyğəmbər s.ə.v-in 2 qızını almışdı. Zun-Nurayn deyirdilər ona, 2 nur sahibi. Onun da fəzilətləri var idi. Deyir ki, ələ əstəhyi min raculin təstəhyi minhul mələikə. Mələklər utanan kişidən mən utanmayayım mı? Sallallahu aleyhi ve sellem deyirdi buna. Yəni, burada Osmandan söhbət gedir. Həmçinin Peyğəmbər s.ə.v hədisdə nə deyir? Deyir ki, Buxarıda gələn hədisdə deyir ki, İ'dən ləhu və bəşirhu bil cəndə. Yəni, Peyğəmbər s.ə.v yanına daxil olanda deyir ki, ona icazə ver və onu cənnətlə müjdələ. Onun başına gələcək musibət. Alə bəlvə tusibuhu. Hansı ki, bəla gələcək, öldürülürlər radiyallahu anhu. Həmçinin Ali ibn Əbi Talib radiyallahu anhu, onun da fəzilətləri çoxdur. Onlardan biri Peyğəmbər s.ə.v Xeybərin fəthində bildirir ki, onu başçı olaraq göndərir. Bildirir ki, o kişini Allah Teala sevir, Allah və Resulü sevir, o da Allah və Resulü sevir. Və o vaxt gətirilir, gələndə deyir ki ona ki, unfuz ala ristik. Yəni, burada Peyğəmbər s.ə.v ona bildirir ki, döyüşə göndərəndə, bayrağı ona verəndə, deyir, git, yavaş git. Və sonra başa salır ki, orada nə etməlidir. Və burada qəsd olan odur ki, hər bir bu 4 xəlifədən hər birinin öz fəzilətləri var, öz üstünlükləri vardır. Lakin Əhl-i-Sünnə və Cəmaətin tərtibatına görə fəziləti xəlifəlikdə olan tərtibata görədir. Bunların fəziləti xəlifəliklərdə xəlifə olduqlarının tərtibatına görədir. Onlar hamısı cənnətlə müjdələnibdir. Cənnət onlar üçün məşhur olubdur. Əbu Bəkir, Ömər, Osman, Əli və yerdə qalan bu 10 nəfər var ki, cənnətlə müjdələnlər, onlardan 4-ü buydu və yerdə qalan 6-sı da. Yaxşı. Yəni, hansı ki, o sahabələr də məşhurdur, bilinir. Və arafna fīmə məda mənhəcül xavaricə və mənhəcə rafidə. Və qabaqda keçən söhbətdən xavariclərin də, rafizlərin də yolunu biz bildik. Əhl-i-Sünnə və Cəmaət bunların arasında orta bir yoldadır. Rafizlər Peyğəmbər s.ə.v sahabələrində quluv ediblər. Bəziləri isə neyiflər? Demək, quluv ediblər. Rafizlər bəzilərində, məsələn, Əli radiyallahu anhuda və Peyğəmbər s.ə.v əhl-i beytində quluv ediblər. Xavariclər də onları təkfir eləməkdə quluv ediblər. Əhl-i-Sünnə və Cəmaət isə orta yolu tutub və şahidlik edibdir ki, bu 4 xəlifə fəzilətini şahidlik edibdir. Onlar cənnət əhlindəndirlər. Onların vilayəti rəhmətdir. Necə ki, Peyğəmbər s.ə.v demiş ki, Əl-xilafətu bə'di fi ümməti 30 sənə. Ümmətimdə, məndən sonra ümmətimdə 30 il xəlifəlik olacaqdır. 30 il xəlifəlik onun 2 ili Əbu Bəkirdə idi, Ömərdə 10 il idi, Osmanda 12 il idi, orada qırıqlar vardı, aylar vardı. Əlidə isə 4 il yarım, 6 ayda Həsəndə olubdur, 30 il tamamlanmışdır. Necə ki, Peyğəmbər s.ə.v bunu bildirmişdi. Fəlhamdülillahi əl-hədi ilə səvai səbil. Gələn səfər inşallah davam edərik. Barakallahu fikum.